Qış aylarında insanlar mövsümündən kənar meyvə və tərəvəzlərin istehlakı üçün konservləşdirilmiş qida məhsullarına üstünlük verir. Lakin konservləşdirmə prosesi düzgün aparılmadıqda botulizm kimi təhlükəli və ölümlə nəticələnə bilən qida zəhərlənməsi yarana bilər. Botulizm oksigensiz mühitdə çoxalan və yüksək temperatura davamlı olan Clostridium botulinum bakteriyasının ifraz etdiyi toksindən yaranır. Xüsusilə konservləşdirilmiş qida məhsulları bu bakteriya üçün əlverişli mühitdir. Turşuluğu yüksək olan, yəni kifayət qədər turş dadlı, pH 4,6-dan aşağı məhsullarda bu bakteriya toksin ifraz edə bilmir. Clostridium botulinum bakteriyası orqanizmə daxil olduqda qan dövranı ilə yayılaraq əzələlərdə iflislər yaradır. İlkin əlamətlər adətən 10-12 saat sonra ürək bulanma, qusma, ishal, daha sonra ikili görmə, göz qapaqlarının sallanması, udma aktının pozulması və nəfəs almanın çətinləşməsi simptomları müşahidə olunur. Ev şəraitində konservləşdirilmiş qida məhsulu hazırlayarkən sanitar-gigiyenik qaydalara ciddi əməl edilməlidir. Konserv bankaları təmiz olmalı, meyvə və tərəvəzlər çox yaxşı yuyulmalıdır. İçərisi məhsullarla doldurulmuş bankalar ən azı 30 dəqiqə 180 dərəcə temperaturda qaynadılmalıdır. Hazırlanmış konservlər sərin yerlərdə saxlanılmalıdır. İstifadə etməzdən əvvəl konserv bankaları mütləq yoxlanılmalıdır. Qapağı şiş, zədələnmiş, içində köpüklənmiş maye olan, rəngi və ya qoxusu dəyişmiş konserv məhsulları istifadə edilməməlidir. Sənaye üsulu ilə hazırlanan konserv məhsulları saxlanma şəraiti və temperatur rejiminə düzgün əməl olunduqda daha az risk daşıyır. Eyni zamanda ev şəraitində hazırlanan konservləşdirilmiş qida məhsullarının kütləvi tədbirlərdə istifadə edilməsi yol verilməzdir.